Verilişin baş sponsoru Bizim Süfrə. Somebody's watching me. Somebody's watching me. Somebody. Somebody's watching me. Salam, sabahınız xeyir olsun. ATV telekanalının doğma, sevimli tamaşaçıları. Həftə sonlarının pozitiv mətbəx şousu Bizim Süfrə elə Bizim Süfrə məhsullarının baş sponsorluğu ilə başladı. Özdə necə başladı? Həftənin bazar günüdür. Gəlmişik həftə sonunuzu biraz da rəngarəng etməyə, daha pozitiv etməyə və eyni zamanda sizə gözəl, keyfiyyətli musiqilər təqdim etməyə. Musiqilər demişkən, bugün çox dəyərli qonaqlarımız var. Milli musiqimizin dəyərli simaları bugün bizimlədir. Bugün əsl musiqi ziyafəti baş tutacaq əziz tamaşaçılarımız. İstəyirəm dəyərli qonaqlarımızı sizə təqdim edim. Bu arada çayımızı süzmüşük, dəmləmişik, süfrəmizi açmışıq və çox dəyərli qonaqlarımız artıq süfrə başındadılar. Süfrə arxasında əyləşiblər və yaxın bir saat ərzində evlərinizin qonağı olacağıq. Yenə deyirəm sizə çox maraqlı söhbətlər təqdim edəcəyik və gözəl ifalar təqdim edəcəyik. İllərin peşəkar, dəyərli xanəndəsidir. Çox gözəl xanımdır. Mənim ona xüsusi bir sevgim, simpatiyam var. Xoş gəlmisiniz Güllü xanım. Həmişə siz gələsiniz. Hər vaxtınız xeyir olsun. Salamlayıram sizləri, aşbazımızı, bizi izləyən televiziya tamaşaçılarını. Gününüz xoş olsun. Keyfiniz, əhvalınız gözəl olsun. Çox sağ olun. İnşallah gözəl bir proqram olacaq. Əlbəttə, siz buradasınızsa mütləq şəkildə çox gözəl bir proqram olacaq və çox dəyərli ifaçımız buradadır, dəyərli pedaqoqumuz buradadır, Respublikamızın əməkdar artisti Elnur Zeynalov bizimlədir. Xoş gəlmisiniz. Xoş gördük. Sabahınız xeyirli olsun. Mən də salamlayıram sizləri. Dəyərli aşbazımız, salamlayıram. Bizi izləyən tamaşaçılarımızı salamlayıram. Günləri xoş, uğurlu keçsin inşallah. İnşallah. Allah hər bir kəsin ruzisini bol eləsin, mətbəxini dolu eləsin. İlahi amin. Təşəkkür edirəm gözəl arzularınız, diləkləriniz üçün və təbii ki, bizim aşbazımız buradadır. Rauf usta bugün bizə çox dadlı təamlar təqdim edəcək. Necəsiz? Sabahınız xeyir. Yaxşı, çox sağ olun. Əhval-ruhiyyəniz necədir? Yaxşıdır. Yaxşıdır. Həmişə yaxşı olsun. Mənim də əhval-ruhiyyəm çox yaxşıdır. Baxmayaraq ki, siz məndən soruşmusunuz, bəs sənin əhval-ruhiyyən necədir? Əminəm ki, bugün bizim qonaqlarımızın da əhval-ruhiyyəsi çox yaxşı olacaq. Bəxtlərinə düşən yeməyi bugün Rauf usta sizə hazırlayacaq. Bəli. Bəxtinizi sınamaq istəyirsinizsə, Burada ancaq yeri yoxsa aparırıq. həm yeyirsiniz, həm aparırsınız. Əsas odur bişirməyək. Əsas odur bişirmirsiniz, Rauf usta bişirəcək. Bizim süfrə məhsullarından ibarət maraqlı, dadlı təamlarımız var. Onları sizin üçün belə göndərəcəyik hədiyyə. Amma indi hələ ki seçim vaxtıdır. Gəlin bəxtimizi sınayaq. Hədiyyə eşidəndə ürəyi açılır. Tək hədiyyə dolu olsun. Mən başlayım. Görürsən, hər uyğun bir də qalıb qoyublar. Aha, Güllü xanım ilk olaraq bəxtini sınayır. Oy, nə gözəl. Sardelka, izqara və salat. Ay, nə gözəl. Ağız dadınıza uyğundur. Mən bütün yeməkləri sevirəm. Elə bir yemək kaprizim yoxdur. Ay, nə gözəl. Əla. Elnur müəllim. Ləzzətli olan bütün yeməklər. Kimiz də seçirik? Bəli, bəli. İndi siz öz seçiminizi Gəlin də edin. bal qabaqdan zaddan çıxar. Yox. Gülbacı nə yazır? Sezar rol bə. Nə gözəl. Sezar roldur. Zəhmət olmasa kameralara da göstərin. Ağız dadınıza uyğundur? Güllü xanım artıq dedi, bəli, bəli. Dəyişər ya. Dəyişərsiniz, yaxşı. Bizim ustamız porsiyaları bol eləyir. İnanın ki, Sezar rol da sizin ağız dadınıza uyğun olacaq. Hərə özündən çıxan yemək yeyəcək. Bəli, bəli. Amma dəyişmək də olar, narahat olmayın. Yemək hazır olsun, Ancaq məncə bərabər tez qalacaq. qərar verməyin Elnur müəllim. O qədər bəyənəcəksiniz Sezar ki. ol, mən yemişəm də dərsin. Amma bizim usta tamamilə fərqli onu hazırlayır. Birazdan dadacaqsınız və təbii ki 10 ballıq sistemlə bizim ustanı qiymətləndirəcəksiniz. Bizim Rauf usta bu inqrediyentləri tapana qədər, hazırlayana qədər səhərin bu çağında istəyirəm gözəl bir ifa gəlsin. Kimdən gəlsin? Güllü xanımdan. Tək Gülü xanım. Buyurun. Dərd dirənə, sümüyünə güləsən, min il yanıb dönməyəsən, küləsən.
Cəhənnəmdən betər nə var biləsən, deyəsən kedi göndər betərindən. Cəhənnəmdən betər nə var biləsən, deyəsən kedi göndər betərindən. Bir diz ola baş qoyub darıxasan, bir əl ola yaran üstə sıxasan, bir yol ola Tanrıya can çıxasan, deyəsən kedi at məni göyündən. Bir diz ola baş qoyub darıxasan, bir əl ola yaran üstə sıxasan, bir yol ola Tanrıya can çıxasan, deyəsən kedi at məni göyündən. Bir yol ola Tanrıya can çıxasan, deyəsən kedi at məni göyündən. Ruhum candan, canım bezə əlindən, şər deyəsən şeytan qaça şərindən. Çıxarasan dünyanı məhvərindən, deyəsən kedi qov məni evindən. Çıxarasan dünyanı məhvərindən, deyəsən kedi qov məni evindən. Bir diz ola baş qoyub darıxasan, bir əl ola yaran üstə sıxasan, bir yol ola Tanrıya can çıxasan, deyəsən kedi at məni göyündən. Bir diz ola baş qoyub darıxasan, bir əl ola yaran üstə sıxasan, bir yol ola Tanrıya can çıxasan, deyəsən kedi at məni göyündən. Bir yol ola Tanrıya can çıxasan, deyəsən kedi at məni göyündən. Bravo, təşəkkür edirəm Çox sizə. sağ olun. Sağ olun, Oradan da təşəkkür edirəm. ruhunuza toxuna bildiniz. Allah Çox heç sağ olun. kimin naümid buraxmasın. Heç kimin o əlləri boş qalmasın, o Amin, duaları amin. boş qalmasın. Çox gözəl ifadə. Doğrudan da Təşəkkür səhər belə edirəm. könlümüzün sarı siminə toxundunuz hər zamanki kimi. Minnətdaram. Kimin bəstəsidir, sözləri kimin? Sözləri Turac Hilala məxsusdur. Musiqisi bizim çox dəyərli qiraətçimiz Pünhan İsmayıloğlu'nun Salamlayırıq buradan. İsmayılovun oğlu Ağasəlim Pünhanoğlu'na məxsusdur. Nə Yeni mahnıdır. Təşəkkür edirəm. Xeyirli uğurlu olsun. Təşəkkür edirəm. Çox Çox sağ olun. gözəldir, Gözəl, çox sağ olun. möhtəşəmdir Təşəkkür. doğrudan da. Belə bu musiqidən çıxıb mətbəxə qayıda bilmirik. Mətbəxlə aranız necədir bu arada? Çox gözəl. Bayaq qeyd etdiniz ki, heç bir kapriziniz yoxdur. Yox, Bəs mən mətbəxə tez-tez keçirsiniz? keçirəm, bəli. Əlbəttə. Evdə üzr istəyirəm, övladlarım var. Maşallah. Təbii ki, onlar üçün istədikləri yeməkləri hazırlamaq üçün sevə-sevə. Mən mətbəxi çox Nə gözəl. sevirəm. Evdə ən sevdiyim məkan mətbəxdir. Və Yeməkləri də çatdıra sevirəm. bilirsiniz bunu maşallah. Çatdırdığım anlarda sevə-sevə və xoşlayıram mətbəxdə vaxt keçirməyi sevirəm, Adətən yemək. sənət adamları çatdırmır mətbəxə girməyi. Olur, bəzən elə olur ki, heç günlərlə mətbəxə keçməyə vaxt olmur, amma hansı zamandakı vaxtımız olur, mən sevə-sevə mətbəxdə zövq alıram. Ay nə gözəl. Elnur müəllim, bəs siz? Mətbəxlə aranız necədir? Əla. Bir fikrə dalmısınız? Əla, yaxşıdır. Yeməklə yaxşıdır aranız, belə başa düşürəm. Bəs Yaxşıdır, hazırlamaqla Valla, yalandan nə deyim, mən yəni bir yay mövsümündə kabab çəkməkmi deyim? kabab belə. çək, onun şişə taxmağı da bilmirəm. Amma belə yaxşı bişirə bilirəm. Yaxşı bişirəm. Hə, o bir odur, O da bir çətin də məsələdir, yaxşı bişirmək. hə yox, onu mən yaxşı bişirirəm. Bir də yaxşı yumurta soyutmalıyam. Əla, bax o da çox çətin məsələdir. Bax onu da bişirmək çox qəlizdir. Yaxşı, mənim daha doğrusu verilişimizin belə bir formatı var. Biz mətbəxlə sənəti qarışdırıb
qonaqlarımıza maraqlı suallar ünvanlayırıq. Yenə dedi Güllü xanımdan başlayaq. Ağa deyir sürdərəyə. Sizdən başlayaq, sonra Elnur bəyə ünvanlayacağım sualı. Güllü xanım, bugün show biznesdə fast food mahnılar çoxalıb. Siz sənətdə milli mətbəximiz kimi illərlə unudulmayacaq əsərlər üçün hansı ingrediyentlərdən istifadə edirsiniz? Bu belə ənənəvi suallar deyil də, biraz belə qəlizə salırıq sizi. Bu mətbəx sualıdır, yoxsa Biz bu mətbəxdə olduğumuz üçün biz mətbəx sözlərindən istifadə edirik, amma əslində fikir olaraq eyni qalır. Yəni ingrediyent dedikdə siz ora hansı nüanslara fikir verirsiniz? Nələr mütləq olmalıdır? Musiqidəmi, sözdəmi? sualı bir də təkrar eləyin, zəhmət olmasa. Bugün show biznesdə fast food mahnılar çoxalıb. Yəni bir dəfə yeyirsən və yaddan çıxardırsan o mahnını. Amma siz sənətdə milli mətbəximiz kimi illərlə unudulmayacaq əsərlər üçün hansı ingrediyentləri əlavə edirsiniz ki, bu mahnının dadı, duzu hamının damağında illər boyu qalsın? Yaxşı qutarmışam. Deməli, yeməyin əsas dadı duzu birinci başlayırıq yağdan təbii ki. Hansı yağdan istifadə eləyəcəyik ki, yemək həm keyfiyyətli olsun, Bəli. həm ləzzətli olsun. Ondan sonra təbii ki, bütün yeməklərə dad verən, özü acı olsa da, bişəndə bir şirinliyi olan soğandır. Nə maraqlı. Acı tərəfi yəqin biraz əziyyət, zəhmət, daha şirin sonra tərəfi isə onun bəhrəsi. Onun bəhrəsi. Ay, nə gözəl, çox maraqlı cavab idi. İlk dəfədir ki, bu cür belə dolu cavab aldım. Mən yağla soğanı deyərdim. Yağla soğanlı. Mütləq şəkildə kərə yağı olmalıdır da, ləzzətli. Kənd yağı olmalıdır. Bir balaca da duz atırsan ki, mahnı biraz duzlaşsın da. Ay, nə gözəl. Duz atırsan, duz bəli. Artıq Elnur bəy bizim söhbətə qatılır. Qatılırsa indi sualı ona ünvanlayıram. Mən təsadüfən dedim valla. Elnur bəy, deyirlər xanəndənin boğazı onun sərmayəsidir. Səsinizi qorumaq üçün mətbəxdə özünüzə qoyduğunuz ən qəti qadağa hansıdır? Sənət xatirinə hansı ləzzətdən vaz keçmisiniz? Demək olar ki, bir çoxundan. Bir çox yeməklər var ki, yəni sevdiyin yeməkdir, amma onu yeyə bilmirsən. Ən çox acılı yeməklərdir. Sonra, ümumiyyətlə, bu allergiya verən hər bir şeydən uzaq. Mən də Güllü xanım. Demək olar ki, bir növ pəhrizdəsiz hər zaman. Düz deyil, o tədbir, toy falan olmayanda adam özünü saxlaya bilmir. Yeri, amma sonra da bir ay altın çəkirsən. Ona görə də çalışıram ki, uzaq olam onlardan. Aha, nə gözəl. Güllü xanım, heç olub ki, bir həmkarınız üzünüzə gülüb, amma arxadan başqa cür resept yazıb sizə? Olur, niyə olmur bu? Deyəsəm, o adamı Elnur bəy də tanıyır. Artıq belə ləzzətlə güldüsə. Bu həyatdır da. Gətirib çatdırırlar, özü bilmədən deyirlər, gətirib deyirlər. Mübarizəli. Yanındakılar sağ olsun. Bu olmalıdır. Mən elə gəlir ki, o olmasa, əslində xanəndə fərqi yoxdur. Həyatda bütün insanların, elə bilirəm ki, elə insanları var ki, arxasınca danışan. Bunlar olmazsa olmazlar. Maraqsız olar. Bu maraqsız olar. O növ, əslində o cür şeylərin olmağı bir növ yaxşı olur. Mən düşünürəm ki, o cür insanları nə qədər tez tanımaq daha gözəldir. Mən adətən belə olanda sevinirəm. Çünki fikirləşirəm ki, gec olmadan daha bir insanı tanıyırsan, daha bir insanın xarakterinə bələd olursan. Belə hallar olur. Və onun artıq yalanlarına gülə-gülə belə yola verirsən, değil mi? Bəzi məqamlarda gülə-gülə, bəzi məqamlarda net şəkildə göstərirsən ki, yəni mən sənin resept yazdığını bilirəm. O ingrediyentləri bilirəm, orada nələr var. Və bu cür mübarizəni davam etdirirsən. Cəsurla cəsur, sənin arxandan iş görəndə başqa cür onun yolları var. Onun başqa cür yolları var. Bildik. Elnur bəy, sənət dünyası bəzən çox qaynar bir qazana bənzəyir. Bu qazanda kimlə bişmək sizin üçün şərəfdir, kimlənsə eyni süfrəyə oturmaq belə istəməzsiniz. Qazanın adı qır qazanıdır, yoxsa nədir? Bu qazanın adı qaynar qazandır. Hər zaman bişən, belə qaynayan qazandır.
Yox, o O qazanda kimdən bişmək istəyirsiniz? var, bizim istedadlı xanəndələr də var, adi, yəni belə estrada oxuyan ifaçılar da var ki, sənəti ilə şəxsiyyəti üst-üstə düşən, yəni sənətkarlarımız az da olsa var. Onlarla hər qazana girmiyorlar. Bəs kimdən ümumiyyətlə heç süfrəyə oturmazsınız? Yəni də ad çəkməyək də. Yox, ad çəkməyin də, amma var da yəni elləri. Var, əlbəttə ki, var. Heç nəyə ki qazana yaxın getmək lazımdır. Yaxşı, onda verilişimizin bu məqamında istəyirəm sizdən gözəl ifa alaq. Daha sonra Qazanmanız suallarımız davam eləyəcək. Lal sükut içində səssiz keçirəm. İlk dəfə payızdan sənsiz keçirəm. Mən də əriyərəm, mən də itərəm. Bir xəzan yelində otdan betərəm. Söykənib hansı bir gücə bilmirəm. Söykənib hansı bir gücə bilmirəm. Keçirəm, deyirəm, keçə bilmirəm. Məni bu payızın içindən keçir. Xəzəl ayağımı ayaqlar mənim. Daşqalaq eləyir yarpaqlar mənim. Əvvəl payızlarım belədir. Bu nə tənhalıqdır, bu nə qəm-kədər. Sən Allah ruhunu dalınca göndər. Məni bu payızın içindən keçir. Sən Allah ruhunu dalınca göndər. Məni bu payızın içindən keçir. Səni səsləyirəm, gələrsən haçan. Bəlkə son körpümdür, sonuncu keçir. Ağatlı bir nağıl göndər dalımca. Məni bu payızın içindən keçir. Sən Allah ruhunu dalımca göndər. Məni bu payızın içindən keçir. Yarpağına qanadı islah. Sığınıb durmuşam kəpənək sayaq. Çiçəyim yarımcan, otum yarımcan. Sən Allah bir qanat göndər dalımca. Məni bu payızın içindən keçir. Sən Allah bir qanat göndər dalımca. Məni bu payızın içindən keçir. Xəzəl ayağımı ayaqlar mənim. Daşqalaq eləyir yarpaqlar mənim. Əvvəl payızlarım belədir. Bu nə tənhalıqdır, bu nə qəm-kədər. Sən Allah ruhunu dalınca göndər. Məni bu payızın içindən keçir. Sən Allah ruhunu dalınca göndər. Məni bu payızın içindən keçir. Səni səsləyirəm, gələrsən haçan. Bəlkə son körpümdür, sonuncu keçir. Ağatlı bir nağıl göndər dalımca. Məni bu payızın içindən keçir. Sən Allah ruhunu dalımca göndər. Məni bu payızın içindən keçir.
Çox təşəkkür edirik. Ruhumuz sizin səsinizin dalınca Çox gəlmək gözəl. istəyir. Çox sağ olun. Hər zaman Minnətdaram. Var olun. efirlərdə olun, səhnələrdə olun. Çox gözəl ifa idi. Səsinizə, ürəyinizə sağlıq. Çox sağ olun, təşəkkür edirəm. Sözlər kimin idi? Çox gözəl sözlər. Sözləri bizim xalq şairimiz Allah ruhunu şad eləsin Musa Yaqubundur. Musiqisi isə mənim dostum Rövşən Nicata məxsusdur. Çox Yeni gözəl. bir mahnıdır. Uğurlu olsun. Çox sağ olun. Düşündürücü bir ifadır. Çox Bu sözləri düşündürücüdür. Musa Yaqub öz həyat yoldaşı dünyasını dəyişəndən sonra yazıb ona. Nə İlk gözəl. dəfədə payızı onsuz keçir. Və ona Bu görə cür də bu sözlər şeir ərsəyə yazdım. gəlir. Əlbəttə ki, söz möhtəşəmdir. Dərin mənalı şeir. Möhtəşəmdir və siz də o qədər Çox sağ olun, gözəl ona təşəkkür ruh edirəm. vermisiniz. Doğrudan çox gözəl əsərdir. Minnətdaram, var Və nə olun. xoş bizə ki, bugün biz onu dinləyə bildik. Şükürlər olsun. Çox Şükürlər olsun doğrudan da. Çox təşəkkür edirəm. Hələ o musiqinin belə təsiri Mən təşəkkür altındayam. edirəm, sağ olun. Bu arada ustamız da yeməyi hazırlayır artıq. Görürəm belə çox dadlı proses gedir orada. Bəli, maşallah, maşallah. Sizin də ürəyinizə, səsinizə sağlıq. Suallarım davam eləyir. Elə bilməyin ki, suallarım bitib. Yox canım, biz hazırıq. Onu da səsləndirirəm. Gülü xanım, təsəvvür edin ki, evinizə ən sevdiyiniz ustad xanəndələrdən biri gəlib. Ona hansı yeməyi bişirib, hansı təsnifi oxuyardınız ki, gecənin duzu istiyotu yerində olsun? Biz tərəfin bir məşhur ənənəvi yeməyi var, döşəməli plov. Təbii ki, yəqin ki, onu bişirərdim. Çünki bizim evimizə gələn əziz qonaqlarımız üçün istənilən yeməklər bişsə də döşəməli plov öz yerində hər zaman olur. Hər zaman o klassikadır. Bəli, o dəyişilməyən menümüzdür. Hansı təsnif oxuyardım? Hansı təsnif oxuyardınız? Hə, o da olar. Elmi müəllim kömək elədi. Gəl bizə, gəl bizə, gəl bizə yar, qurban o qaş gözə yar. Gəl bizə, gəl bizə, gəl bizə yar, qurban o qaş gözə yar. Təşəkkür edirəm. Siz də həmişə bizə bax qonaq gələsiniz. Siz də bizim ən əziz qonağımızsınız, ən dəyərli qonağımızsınız. Təşəkkürlər. Var olasınız. Elnur müəllim, Bəli. sizin üçün uşaqlığınızı xatırladan bir qoxu və bir təsnif varmı? Hansı yeməyin qoxusunu duyanda daxilinizdə bir muğam sədası oynayır? Qarşı sualdır bu. İki tərəfli sual. Əslində biz tərəfdən buna qurcuvalı sual deyirlər də. Necə? Qurcuvalı sualdır. Ani maraqlı, qurcuvalı. Yəni çox mənalı da Çox orada bir mənalı, hər tərəfli. Bərli bəzəkli sual deyirlər. Qurcuvalı. Zəhmət olmasa qurcuvalı sualdan birində təkrar edeyim. Təkrar edirəm. Tema Aha. istəyirəm. Sizin üçün uşaqlığınızı xatırladan bir qoxu və bir təsnif varmı? Hansı yeməyin qoxusunu duyanda daxilinizdə bir muğam sədası oynayır? maraqlı sual. Həmin mahnı olduq deyil. Həmin mahnı, eyni mahnı? Yox. Yox, Bir başqa mahnı. ümumiyyətcə sual əslində yaxşı sualdır. Mənalı sualdır. Söhbət uşaqlıqdan gedəndə insan ümumiyyətcə yaşadığı olsun uşaqlığı ilə yaşayır zaten. Uşaqlıq hər bir şey uşaqlıqdan keçir. İstər böyüdüyün yer olsun, boya başa çatdığın, dostların olsun, sinif yoldaşların olsun. Bir istər-istəməz orada yəni o canlanır. Nə deyim valla? Uşaqlığınızın hansı ən yeməyin ləziz, qoxusu gələndə ən ləziz uşaqlığınız qoxusu yadınıza? hansıdır? Ən çox yemək yox, o kənddə təndir çörəyi bişirdi. Onun iyi bütün kəndi götürür, bürüyürdü. Biz uşaq idi. O iyi tutubduq, gedirdik ki, burada təndir çörəyi harda falan kəs bişirir. Gedib orada fırlanırdıq. O da bilirdi ki, niyə gəlmişik də.
O üzü getmiş sürətlə çıxardırdı, verir. Amma adətən xəmir qalanda o Hətta qazmağından kökə gedir. eləyirlər, kökə. Hə, onu gedirdi, and Balaca olsun balaca. Allaha. Onlar da balaca belə kökələrdi. Ondan çıxardıb verirdi bizə. O, Pendir də arasında. yəni mən kənd deyəndə, yəni ilk öncə yemək, kənd deyəndə yadıma o gəlir. Təndir çörəyi gəlir. Ən gözəl. Ən gözəl o idi. Nə gözəl. Mən də istəyirəm ki, verilişin bu məqamında sizdən gözəl ifa gəlsin, hər ikinizdən duet səslənsin. Ay qaşını çatağız, ay mənə naz satağız. Naz eylədim, dözmədim, həsrətimə dözay olan. Daha səbrim tükənir, daha səbrim tükənir, əzabından utandım. Daha səbrim tükənir, daha səbrim tükənir, əzabından, əzabından utanyan. Nazlanırsan ayrız, eşqimə yanan, yanan. Haldan usanan oğlan, eşqinə yanan, yanan oğlan. Yoxsa elə bilirdin, sevməyə salmışaydın. Yoxsa elə bilirdin, sevmə yasandır oğlan. İncidik, küstük yetər, ölümdən həsrət betər. Sevdamız, sevdamız, sevdamız xəzan görməz. Gül açar, gül açar, gül açar, bülbül ötər. İncidik, küstük yetər, ölümdən həsrət betər. Sevdamız, sevdamız, sevdamız xəzan görməz. Gül açar, gül açar, gül açar, bülbül ötər. Gül sözümdən incidim, nə olubdu ay bu sənə? Keçməz daha söz oğlan, əlin məndən üzay oğlan. Daha səbrim tükənir, daha səbrim tükənir, əzabından utandım. Daha səbrim tükənib, daha səbrim tükənib, əzabından, əzabından utanyan. Nazlanırsan ayrız, eşqimə yanan, yanan. Haldan usanan oğlan, eşqinə yanan, yanan oğlan. Bu sevgiden sen korkursan eyb yok. Severem ikimizin yerin melek bana. Bu eşq üçün bir gün dara çaysalar ay aman aman ay.
həsrət bitər. Sevdamız, sevdamız, sevdamız xəza görməz. Gül açar, gül açar, gül açar, bülbül ötər. İncidir, küslük yekər, ölümdən həsrət bitər. Sevdamız, sevdamız, sevdamız xəza görməz. Gül açar, gül açar, gül açar, bülbül ötər. Verilişin baş sponsoru Bizim Süfrə. Artıq Rauf usta hazırlayır. Maşallah porsiyalar böyükdür. Yəni hər ikinizə çatacaq. Bu arada dəyişdirməyə ehtiyac qalmayacaq, düzdür Rauf usta? Və xüsusilə bizim süfrə souslarından, mayonezlərindən də istifadə olunub. Birazdan o haqqda da danışacağıq. Suallarımız isə Gedirik. Yox, hara gedirsiniz? Biz sizə elə belə yola sala bilmərik. Suallarımız davam eləyir. Bəs axırda o möhtəşəm dadı dadmaq üçün biraz belə çətinlikdən keçmək lazımdır. O suallara cavab verirsiniz, axırda da mükafatlandırılırsınız. Yenə sual var. 2 dənə sualım var və salam bitirirəm. Xoşunuza gəlmədi deyəsə suallarım yaxşı neyini? Yox, suallar əla. Zarafat edirəm. Həqiqətən o bayaq sual çox yaxşı sual idi. O biraz uşaqlıq məsələləri mənim ən kövrək yerlərimdə, anlarımda, ona görə biraz. Çünki o 11 yaşımda biz o vaxtı Ağdamdan didərgin düşdü. Ona görə o illər biraz ona yaxşı sual idi əslində. Amma nə xoş ki, bu günləri də yaşayırıq. Çox şükür, çox şükür. Azad Azərbaycanı görürük. Əlbəttə ki, bundan və torpaqlarımıza geri qayıda bilmişik. Bundan gözəl heç nə ola bilməz, heç nə ola bilməz. Allah Ali Baş Komandanımızı qorusun, müzəffər olsun, qorusun. Amin inşallah, amin. Gülü xanım, bu günə qədər həyatınızdan və əhatənizdən kimləri süzgəcdən keçirib kənara atmısınız? Nağdı mən deyiləm. Yox, siz hələ oradasınız. Yox, elə mənim süzgəcdə deyil. Aha. Bəs kimlər olub? Yox, yəni süzgəcdə olmaq o deməkdir ki, hələ süzgəcdən ələnir. Ələnir. Yox, o ora heç düşməz. Yox, Allah eləməsin, düşməz. Yox, təbii ki, özdə mənim süzgəcimin süzgəcləri biraz iridir, tez düşür orada. Tez düşür, hətta. Oradan tez düşür düşən, yəni imkan vermirəm ki, orada biraz hələ ələnsin. Çox var. Çox var, yaxşı. Adamırıq sizdən, yaxşı. Çox var deyib susuruq. Elnur bəy, bəzən xanəndə oxuyur, amma tamaşaçı doymur. Sizcə sənətdə yağı az, suyu çox olan ifaçıların problemi nədədir? Bayaq ki, sudan əndərirdilər. Sulu yemək. Yox, əslində o düzgün taktikadır. Tamaşaçını ifadan bezdirmək olmaz. Tamaşaçı ac qalmalıdır ona? Ac qalmalı ki, o bir də istəsin səni. Bezməsin, deməsin ki, bəsdir də baş verimiz getdi. Doymasın. Yəni o yeməyi də çox yeyəndə o həmişə deyirlər gözün süfrədə qalmalıdır ki, yenə sağ olun. Bax, o ifa da odur. Biz bəzi hallarda, bəzi yox, indi hal-hazırda çoxdur, bir də görürsün. Çox uzun-uzadı oxuyurlar. O da istər-istəməz tamaşaçı indi süni intellekt dövrüdür. Yəni o şeylər var ki, o vaxtdan da çox uzun oxuyanı pis baxdılar. Yəni amma olmaz. Amma süni intellektlə yəni ki, təqdim eləyirlər də tamaşaçılara. Amma orada nə emosiya var, nə ürək var. Yəni o süni intellekt heç vaxt yox, aranjman süni intellekt ola bilər, o problem yox, deyil. Ümumiyyətlə o mahnı kimi ifanı yox, o başqa şeydir. Oradakı oxuyanlar nəfəs almadan oxuyur, o biraz çətin problemdir. Adam ürəyi partlayır. O başqa mövzudur. Amma o kim ki deyirsə xanəndələr, onlar əslində elə dahildirlər, ağıllı insanlardır. Tamaşaçını intizarda qoymaq lazım. O bir də istəsin. Gəlsin, onu bir də maraqlı olsun onun üçün sənin ifan. Yoxsa oxuduğun uzun-uzadı damağında qalsın. And olsun Allah, tədbirlərdə də olur, toylarda da olur, hətta sosial şəbəkələrdə də gəlir. Görürsünüz, gəlib qulağına deyir ki, bəsdir də çox oxudun, baş beyimiz getdi. Hətta. Vallahi elə olur. Bu cür gözəl ifalarda necə söhbət tək burada muğam ifaçısından getmir ha. Bütün ifaçılara. Bütün ifaçılardan. Birdən görürsünüz, gelir, əyləşirsən ki, sənə söz veriləcək. Ay söz verildi ha. Adam dayanmır. Muğam da oxuyur içərisində, hər şey oxuyur ki, sən çıxanda qalasan boşluqda da. Mən də çıxanda o mahnılarla oxuyuram. Dilxor olur Allah'ın sağolsun. Yaxşı eləyirsiniz. Yaxşı eləyirsiniz bunu.
Yəni onlar ağıllı insanlardır. Elə yağın zadını bol edin, yaxşıdır. Gülü xanım, sənət yoldaşlarınızdan kiminsə ifası dadsız olanda ona bunu acı bir həqiqət kimi deyirsiniz, yoxsa şirin bir təriflə ötürürsünüz? Yox, mənim şirin təriflə aram yoxdur. Əgər mənə yaxındırsa o adam, doğrudan da dediyim sözü doğru qəbul edirsə, gerçəklər həmişə acı olur, həqiqət acıdır. Amma əgər o da məni səmimi qəbul edirsə, elə olduğu kimi deyərəm. Amma İndiyə qədər dedikləriniz olub ki, məsələn? Olub, hə. Amma ki, bəzi məqamlarda elə insanlar var ki, onu deyirsən, səni paxıl kimi, qısqanc kimi qələmə verdiyi üçün susmaq daha gözəldir. Yenə deyirəm, ərk elədiyin sənin doğrudan da qəbul edə bilər. Mən burada nəyəsə səhv eləyə bilərəm, onu mənə tanıyan, mənə yaxın olan insan onu desə, çox da normal qəbul edirəm. Amma biləndə ki, onun altında başqa şeylər yatır, onda o qəbul. Susmaq elə ən gözəlidir. Aha. Və sonuncu sualdır. Adam ikisi qalmış. Mənim də ümumi ikisi. Yox, sizə sonuncu sualımdır. Əslində sonuncu deyil, burada biri də var, amma yox. Bu ikisindən birini seçib verirəm. Mətbəxdə ən böyük fəlakət nədir? Qonağın yanında yeməyin yanması, yoxsa toyda aparıcının muğamın ortasında mikrofona qışqırması? Bir var, məsəl üçün oxuyursa o da deyir, bəh, nə bilim, nə. Adamı təmiz kökdən sallam. Elə ikisi də eynidir. Ya mətbəxdə yemək yandı, ya da toyda aparıcı o belə danışdı. Təşəkkür edirəm bu səmimi cavablarınıza görə. Ümid edirəm ki, sizi suallarımla yormadım. Çox xoşdur, çox. Can, əziyyət çəkib hazırlanmışsınız. Xoşdur, mənim üçün xoşdur. Çox gözəl suallar üzərində işləmisiniz, hiss olunur ki, əmək sərf eləmisiniz. Çox sağ olun. Çox sağ olun, minnətdaram sizə və əmək sərf eləmək deyəndə elə Rauf Usta'nın yaxın yanına getmək istəyirəm və Rauf Usta artıq təqdimata hazırdır, mən belə görürəm. Bəli, hazırdır. Maşallah, bu qədər operativdir. Bir saat heç olmadan artıq yeməkləri hazırlayır, qonaqlarımıza təqdim edir, amma necə təqdim edir, hansı sousla təqdim edir? Bax, bu çox önəmlidir, əziz tamaşaçılarımız. Çünki verilişimizin baş sponsoru Bizim Süfrə məhsullarıdır. Bizim Süfrə məhsulları 2009-cu ildən Azərbaycan mətbəxində dad və keyfiyyətin simvoluna çevrilib, artıq bir brenddir. Hər birimizin evində, dolabında, soyuducusunda Bizim Süfrə məhsullarından boldur, çoxdur. Kimdə yoxdursa alın, aldırın. Tövsiyə edirəm. Yeməklərinizi biraz da dadlı edin, süfrənizi biraz da gözəl edin. Gözəller görsəm də dəstə-bədəstə, tək sənin dərdindən olmuşam xəstə. Şəbnəm tək yığışıb güllər üstünə, sel olub baxmağın söylə nədəndir? Gündən günə məni dərdə salmağın, süzgün baxa-baxa yalqız qalmağın, məni məcnun edib Leyli olmağın. Həsrətlə baxmağın söylə nədəndir? Yaş olub gözündən axacağam mən, axıb ürəyinə dolacağam mən, ömürlük qəlbində qalacağam mən, yandırıb yaxmağın söylə nədəndir? Gündən günə məni dərdə salmağın, süzgün baxa-baxa yalqız qalmağın, məni məcnun edib Leyli həsrətlə baxmağın söylə nədəndir? Nədən
Gündən günə məni dərdə salmağın, siz gül baxa-baxa yalqız qalmağın, məni məcnun edib leyli olmağın, həsrətlə baxmağın söylə nədəndir, nədən, 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 nədəndir, Teşekkür ederim. Çok sağ olun. Gözəl. Neden böyle güzel ifalar edirsiniz? Çox sağ olun, Var minnətdaram. olasınız. Səsinizə, ürəyinizə sağlıq. Mahnını mən əslində bir xeyli müddətdə oxumuşam. Bəli. Mahnının sözləri Abdal Qəhrəmana məxsusdur. nə gözəl. Hamımızdan tanıdığımız. Salamlarınızı Salam göndəririk. veririk dəyərli şairimizi burada. Musiqisi də özümə məxsusdur. Ne güzel. Maşallah gününüz olsun. Maşallah. Yavaş-yavaş oxuyuruq da. Əladır. Bizim ki sənətkarlar əyləşibsə bizim burada söz haqqımız belə yoxdur. Yox, estağfurullah. Niyə ki, hər kəsin bir fikri var, söyləyə bilər. Çox möhtəşəm, doğrudan çox bəyəndik. Təşəkkür edirəm. Var olun. Əziz tamaşaçılarımız, verilişimizin ən dadlı məqamına gəlib çatdıq. Usta buyur. Çox sağ olun. Nuş olsun sizə. Bu sizin də. Əllərinizə sağlıq. Çox sağ olun. Hamınız dada baxarsınız. Bu arada hər ikinizin yeməyindən, yəni usta Bəli. elə böldü ki, Bolde qoy hamınız. Bəli. Mən deməyimdə o sizin, yəni seçdiyimiz sadəcə belə kimsə. indi hər ikinizi elədi ki, dadına baxasınız. O sardelka, ızqara və salat. Sizin. Salat bəli, Yəni, bu Gülxan idi. O Caesar roll sizin idi. Qadın. Siz rahat nuş eləyin. Bu arada qonaqlarımız əlcəklərini taxıblar. Dadına. Əməliyyata hazırdılar. Siz rahat nuş eləyin. Biz də ustamızla yeməklərimiz haqqında danışaq və bizim süfrənin hansı çeşidlərini əlavə elədiniz, onları qeyd edək. Deməli, Caesar rolla getdi, deməli, iceberg pomidor, duzlu xiyar, Bəli. kapers. Aha. Zövqə görə özüm pendirdə vurdum və bizim süfrənin Caesar sosu. Və bizim süfrənin Caesar sosu. O bükülür, yəni biraz Qızardılır, bəli. Yanında salatdır. Bəli. Salat da sənsaqlı sos vurdum. Sarımsaqlı sosu vurdunuz. Sadə salatdır, yəni də pomidor da xiyardır. Kimisi çoban da salat eləyə bilər. Fərq etməz, qarnir kimi yanında Bəli. istədiyiniz salatı əlavə eləyə bilərsiniz Bəli. tamaşaçılarımız. Sardelka da- Mayonez olaraq da fərq etməz, sarımsaqlı mayonez sosumuzu əlavə eləyə bilərsiniz və yaxud sadə da mayonez. sadə mayonez əlavə eləyə bilərsiniz. Bəli. Deməli, sardelka da Aha. Bu arada xardallı ketçupumuz da Bəli. var. Əlavə etmisiniz sardelkaların yanına, düzdür? mən əvvəl barbeküdə verdim. Sonra fikirləşdim elə xardallı da Xardal gedər. tam da elə yaraşır elə sardelkaya, Bəli. ümumiyyətlə sosislərə ən gözəl sous deyərdim ki, elə xardallı ketçupda əziz tamaşaçılarımız yeməklərinizə biraz da dad qatır, ləzzət qatır. Bu arada xardallı ketçupun hələ dadına baxmamışam. Verilişdən sonra mütləq şəkildə dadına baxacağam. Və salam, bu qədər rahat. Əziz tamaşaçılarımız, axşama nə bişirim deyə düşünürsünüzsə, bax bu sizə ideya olsun və bu yeməklər sizə deyim ki, uşaqların da ən sevimli yeməklərindəndir. Ona görə mamalar, analar tənbəllik etməsinlər, dursunlar qəşəng övladları üçün bu cür yeməklər hazırlasınlar. Əllərinizə sağlıq. Bu çox ləzzətli salatdır. Hələ bunu yeməmişəm, bunu ifa eləyəndən sonra İfa eləyəndən sonra yeyəcək, dadacaqsınız. Bu ayrı-ayrıdır bunlar. Eynidir. Eynidir. Hə. Aynen. Birdən buradan biraz kəsdim, yedim, ləzzətlidir. Salat çox gözəldir. Usta sağ olun, əllərinizə sağlıq. Siz sağ olun. Çox sağ olun. Əziyyət çəkmisiniz. Xoşdur. Valla diyetada olmasa bunun hamısını yeyərdim. Nuş olsun. Bax, həmən oxumaq kimi şeydir, bax. Qoruyursunuz özünüzü. Hə, bax, görürsünüz. Dadına baxdınız, çəkilirsiniz kənara, amma ürək çoxunu istəyir. Olsun Allah. Göz ondan da çoxunu istəyir. Tək canınız sağlam olsun. Səsiniz ucalardan gəlsin. Səsə görə deyil bu. Bildim də, yəni ən azından kilolarla olsun. diafraqm rahat işləsin deyə yəqin ki, hə?
Baxır ona üfüldür. Nəysə. Bu haqqda heç nə danışmayacağam. Sizə təşəkkür edirəm gəldiyinizə görə. Biz təşəkkür Sizin kimi edirik. dəyərli sənətkarlarımız efirimizin bəzəyidir. Yaxşı ki varsınız, yaxşı ki o gözəl səsinizlə ruhumuza toxunursunuz. Səhərin bu çağında bizim əhval-ruhiyyəmizi gözəl etmisiniz. Tamaşaçıların əminəm ki, günləri uğurlu olacaq bu cür gözəl efirdən sonra, bu cür gözəl mahnılardan sonra. Sözünüz varsa, buyurun, deyə bilərsiniz. Ustamızı qiymətləndirin bu arada, ustamız gözləyir. Estağfurullah, ustamızı qiymətləndirmək bizə düşər. 100 ballıq sistemlə qiymətləndirə bilərsiniz. Bu verilişimizin Min belə məndən deyək gəlsin. oyunudur. 1000 bal məndən. 1000 bal. Elə min də məndən gəlsin də. Aha, Allah ilk 1000 versin. ballarımız, nə gözəl. Çox sağ olun, minnətdarıq. Və sonda bizim süfrədən sizə hədiyyələr var. Hədiyyəni də özünüz Ürəyim seçirsiniz. sıxılır. Ay, nə gözəl. Hə, yadınıza salın ki, dolabınızda, soyuducunuzda nə çatmırdısa biz buradan sizə hədiyyə göndərək. Mayonezdən, ketçupdan, xardallı ketçupumuzdan. Zeytun yoxdur ki, orada deyil. Zeytun mayonez bizim var. mayonezimiz var. Hə, zeytun. Məndə o xardallı ketçupdan yeməmişəm. Aha. Bizim favorimiz sarımsaqlı sosdur bizim süfrənin. Sarımsaq. Sarımsaq sosu, bəli. Hə, biz Sarımsaqlı. bizdə yeyilən odur. Bu arada şokoladlı sosumuz da var, bilmirəm istifadə Desert mi edirsiniz. var? O var. Daha sonra nə ürəyiniz istəyir? Pendirli burger sos, sweet chili, Mayonez qoydunuz? mayonez hansı? Zeytun mayonezi, zeytun istəyirsiniz. Yoxsa onu Elnur müəllim istədi. Nə, zeytun yox, mən də elə belə dedim. Hə, elə belə. Gül xanıma nə verdiniz? Eynisi ilə. Aha. Pis şey yeməz. Buyurun. Harun mən padişah məsələsi. Allah rəhmət eləsin. Bu Güllü xanımındır, düzdür? Bəli, İkisi bəli. də eynidir, hansı verirsiniz? Güllü xanım, buyurun. Əlbəttə sağ narahat olun. olmayın. Çox sağ olun. Təşəkkür edirik və eynisini də Elnur bəyə hədiyyə göndəririk. Ağızlarınız şirin olsun. Çox sağ olun, minnətdarım. Var olasınız. Və sonda ifamız gələcək. Əziz tamaşaçılarımızla da sağollaşma vaxtı gəlib çatdı. Buyurun Elnur müəllim. Çox sağ olun, təşəkkür Siz sağ edirəm. olun. Əziz tamaşaçılarımız, təşəkkürümüzü bildiririk hər birinizə. Vaxt ayırıb bizi izlədiyinizə görə həftə sonunuz uğurlu olsun, ruzili bərəkətli olsun. İnşallah gələn həftə görüşmək ümidi ilə hər birinizlə sağollaşırıq və sonda Güllü xanımın ifası ilə bitirməşdik. Nəfəsində gül ətri, qolunda el gücü var. Harda olasan yenə, könlüm səni arzular. Könlümü ara bax, kamana tara bax, Bilmuğan Qarabağ səndədir. Könlümü ara bax, kamana tara bax, Bilmuğan Qarabağ səndədir. Sən varlığım, sən canımda, sənsiz olmasın bircə anımda. Sən varlığım, sən canımda, sənsiz ötməsin bircə anımda. Ana vətən, can vətən, mən sənə qurban vətən. Ana vətən, can vətən, mən sənə qurban vətən. Sən odlar yurdusan, qəlbimin odusan, işıqlı bu dövran səndədir. Sən odlar yurdusan, qəlbimin odusan, işıqlı bu dövran səndədir. Eşqinlə axşam səhər ötər sevimli xəzər. Qoynunda neçə minər, can deyib can eşidər. Pozulmaz bu ilqar, ömrümüz ilk bahar, ürək açan nə var səndədir. Pozulmaz bu ilqar, ömrümüz ilk bahar, ürək açan nə var
işıqlı bu dövran səndədir. Sən odlar yurdusan, qəlbimin olusan, işıqlı bu dövran Verilişin baş sponsoru Bizim Süfrə.